Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruhu, nestağfiruhu ve nesta'inuhu, netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Ebu'l Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve sümme salat ala itretihil mukerremin ve siyyema bagiyetillah fil aradin ve lanud daim ala a'daihim ecmain minel an ila qiyami yevmiddin. Euzubillahimineşşeytanirracim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdatan min lisani yefqahu qavli. İnşallah məclis İmam-ı zamanımızın mübarək nəzəri ilə daha da nuran olsun deyənə Xanım Zəhranın pak və müqəddəs ruhuna salavat hədiyyə elə. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cümə xütbələrimizin mövzusu ayrı idi, yadımızda qalıbsa. Əyyam-ı Fatimiyyədə bir xüsusi mövzu danışıldı, şükür Allaha yekunlaşdı. Amma cümədəki danışdığım mövzu ümumbəşəri problem 8-ci cümə həsəd aparmaq. Həsədə mən tərif verdim. Tərifi belə verdik ki, həsəd hər hansı bir şəxsdə bir neymət görürsən, razılaşa bilmirsən və o neyməti onu tərk etməsi üçün çalışırsan və bu yolda qədəm qoyursan. Bu qədər. Bitdi. Və mən bu kökün və bu xəstəliyin, bu həsəd, bu paxıllığın kökünü araşdırırdım. Keçən cümə 4 dənə kökün danışdıq. Bu cümə 2 dənə əlavə edirəm. Bu cümə inşallah müalicəsi haqqında danışacağım. Amma 2 dənəsini deyim, keçək müalicəsinə. Baxın, 5-ci kök nədir? İnsanın daxilində bir his var. İzzətli olmaq, əzilməmək, vüqarla gəzmək, təhqir olunmamaq. Bu hamının ehtiyacıdır. Belə bir his hamımızda var. Təhqir olunmayaq. Bunu Allah bizi belə yaradıb ki, bəşər, mən səni yaratmışam, izzətli yaşa. Özü də sıxılır kimsə onu hörmətdən salanda. Bu his bizdə var. Bəs nə baş verir? Şeytan bu hissə, bu duyğuya vəsvəsə edir. Necə? Deyir, bax, filan kəs ucalsa, sənin hörmətini saxlamayacaqlar. O qalxdıqca sən düşəcəksən. Təhqir olunacaqsan. Aşağılanacaqsan. Bu hissə necə görsən təsir edir? Bu da narahatdır. O qalxsa mənim evim yıxıldı. Ona görə istəmir o ucalsın. Müəyyən planlarla əlindən gələn edir ki, o qalxmasın. Baxın, bəzi adamlar var ki, onlar gəlir ucalmasın. O bildiyi, o dinin düşməni, bəşərətin düşməni, onu heç arzu eləməzlər ki, ucalsın. Onu qoyduq kənara. Söhbət kimlərdən gəlir, bilirsiniz də, özümüzdən, yəni yaxşı mənada o insanlar ki, cəmiyyətə faydalı insanlardır, özümüzdən siz nəzərə tuturdum. Belə insanlardan söhbət gedir. Bu içəridə olan bu hissə şeytan vəsvəsə edir. Bu şeytan xüsusiyyətlərindən biridir. Ümumiyyətlə, bir dənə sizə söz deyim, şeytan insanın duyğuları ilə işləyir. Bilirsən nədən xoşun gəlir, nədən acığın gəlir. Hansı duyğular var səndə, hansı hisslər var, qəşəng bilir. Fikir verin, Adəmə necə hücum edir? Fəvəsvəsə iləyhi şeytan, vəsvəsə elədi şeytan Adəmə. İndi bunu izah verərəm bir vaxt ki, Peyğəmbərə vəsvəsə nə mənadadır? Bu başqa vaxt sual verər, xahiş edirəm sizdən. Vəsvəsə elədi Adəmə şeytan. Qalə ya Adəm, ey Adəm, həl ədulluki alə şəcərətil xuld? Sənə elə bir ağac göstərimmi ki, əbədilik ağacı, onun meyvəsini yüsün, əbədi olaraq varsan, qalacaqsan, aradan getməyəcəksən. Deməli, şeytan bilir insan nədən xoşu gəlir. İnsan yox olmaq istəmir. İnsan yox olmaq istəmir. Bu his bizdə var. Əbədi var olma hissi. Əbədi yaşamaq hissi. Elə bu his bizə deyir ki, qiyamət var. Bu his bizə deyir ki, axirət var, aqibət var. Bu hissi qoyubsa Allah içimizdə deməli axirət var da, ölsə yox olsaq, onu hissi niyə qoyub? Elə bil susuzluğu yaradıb suyu yaratmayıb. Elə şey olar. Susuzluğu yaradıbsa deməli su da yaradıb bizim Allahımız.
Nəyi ki bizə verib, onun ehtiyacını da verib, ödəyib Allah. Şeytan oradan hücum çəkdi. Adəm, bəli, sən o ağacın meyvəsini yiysən, əbədi qalacaqsan. Bu da insanın istəyi də əbədi qalmaq. Deməli, şeytan bilir hardan hücum çəkmək lazımdır. Baxın, hər bir insanın bir içində istəyi var, sevilmək. Normaldır, qorxmayın bu sözü deməkdir. Hamımız sevilmək istəyirik. Elə çəkinməyin. Rahat deyə bilərsiniz. Niyə istəmirik? Hamımız istəyirik ki, bizi sevsinlər. Bu kökü hardan qaynaqlanır? Kökü insanın özünü istəməsindən qaynaqlanır. İnsan ki, Allah elə yaradıb ki, özünü istəyir. Bunu niyə qoydu içimizdə bir söz? Özü o qədər istə ki, cəhənnəmə aparma özü. Özü o qədər istə ki, axirəti düşün. Özü o qədər istə ki, dünyavı abad elə, axirətvi, aqibətvi abad elə. Özümüzü istəməsəydi, niyə iş görürdük? Deməli, Allah elə belə qoymayıb. Amma bu istəkdən, yəni ki, insanın içindəki bir sevgi qoyub özünə qarşı və istəyir sevilsin, şeytan bir dənə vəsvəsə eləyir belə. Sevilmək istəyirsənsə, qoyma filan kəs ucalsın. Diqqət etsən. O ucalsa, hamı o istəyirsən, qalsan kənarda. Allah üçün çətin deyil, 5 nəfərin 5-ini sevdirsin. Narahat olmayın. 5-ini də sevdirər. Birini sevdirib, onu sevdirər. Narahat olma, onu sevəndən sonra səndən sevgi azalmayacaq. Bəzən narahat da, Allah, onu çox sevə, mən qaldım belə. Yox, narahat olma. Onu da sevdirir, səni də sevdirir. Nədir dərdin? Güya indi onu sevməsələr, mübarizə aparmasın, səni sevəcəklər. Belə sevgi qazana bilərsən. Mümkün deyil, valla. İstəməyəcəklər də səni. Bu da qorxur axı buradan. Bu gedəcək. Şeytan oradan vəsvəsə eləyir. Görürsən, duyğularımızı bilir. Qəşəng bilir, nəyi neynəmək lazımdır. Deməli, bir kökü də budur. İnsan narahatdır ki, kimsə ucalsa, mənim evim yıxıldı. Qoymayım ucalsın. Bu bir köküdür. Bunu müalicə eləmək lazımdır. Digər kökü. Digər köklərdən biri budur. Hardakı ədavət var? Ədavət. Kimdənsə bir düşmənçiliyin var. Bir var düşmənçiliyimiz Allaha xatır. Onunla işim yoxdur. O olmalıdır da. Bir də var şəxsi intriqa. Özümüzün arasında bir problem var. Mənim səni gözü götürmür, sən də məni. Səndən məndən uzaq olsun. Harada ədavət var, orada həsəd toxumu var. Bunu 100% bilə bilərsiniz. Harada ədavət var, orada həsəd toxumu var. Dedim sizə. Yoxlayın, görün. Elədir, yoxsa yox. Qonşu ilə ki, düşmənçiliyi var, orada həsəd artıq var. Məsələn, bütün gün evdə oturan kimi gördün, oğlu işə girdi, bizimki qalıb belə. Evdə bütün günü qonşunun söhbəti yeyir. Ədavət var çünki arada. Ədavət olan yerdə həsəd var. Deməli, köklərdən biri də budur. Xanımlar da eşitsin, bəylər də eşitsin. Ədavət. Ədavət həsəd üçün bir müqəddimədir. Amma bu qədər. Keçdik 8 cümədən sonra müalicəsinə. Biz dərdi o qədər böyütdük ki, bəziləri də deyirdi, bu haçan bunun müalicəsini deyəcək, o vaxtda qalacaq ya qalmayacaq. Şükür Allaha qaldıq. Həm də olsun, yaşayırıq, siz də yaşayırsınız, danışırıq, eşidirsiniz. Ümumiyyətlə, sualı belə qoyun. Müalicəsi var yoxsa yox, hələ belə danışağım. Bunun müalicəsi var yoxsa yox. Xutbəmin əvvəli biraz qanvuzu qaraldım. Amma axıra qədər məndən qulaq asıyorsunuz. Yaxşı, dinləyənlər, siz də axıra qədər saxlamayın ortada. Axıra qədər qulaq asın. Hədis belədir əleyhissalamla. Əl-həssud la şəfaə ləhu. Həsəd aparan insanın şəfası yoxdur. Sağalmayacaq. Yaxşı. Bir dənə hədis deyim. İkinci hədis. Əl-həsədu daun, a'yaun. Həsəd elə bir xəstəlikdir ki, onun dərmanı yoxdur. İndi mənim bu xutbəmin, bu hissəsini götürüb kimsə paylaşsa, halal eləmirəm haqqımı ona. Bayindən deyirəm sizə. Düşmən eləyirsiniz bizi cəmaatına, gör nə danışdı. Qardaş, xutbəni kesib doğrayan qardaşlarım. Xutbəni kesib doğrayan, qurban olum sizə. Mən bilirəm, xidmət edirsiniz, yaxşı edirsiniz, çox sağ olun. Amma xutbəni diqqətlə qulaq as, elə paylaş ki, mən əvvəldə bir söz deyirəm, ortada bunlar əlaqəli sözlərdir. Sən elə birisini paylaşırsan, sabah da gəlirlər, deyirlər, bu nə danışıqdır? Təkcə mənə söhbət gedmir, nə qədər xətibdən söhbət gedir. O yazıq deyir, axı biz belə danışmamışıq valla. Bunu axırını demişik, əvvəlini demişik. Yaxud məsələn, biraz da belə danışım. O insanlar ki, bu xütbə düzəldirlər, nə bilim, paylaşımlar eləyirlər. Sizdən xahiş edirəm,
Məsələn, yazı yazırsınız, xütbənin adını yazırsınız. Bəzi vaxtlar adlarını göstərirlər. Yaxud məsələn bizim sözümüzü göstərirlər ki, məsələn sən belə bir söz demirsən, onu məsələn status kimi paylaşıblar. Baxırsan görsən orfoqrafik səhvlər, qrammatik səhvlər, başlıq qoyulur, başlığa baxırsan o qədər məsələn səhvlə yazılır eləyir ki, ona bir nəfər savadlı, ziyalı adam o ada baxsa deyəcək buna qulaq asmıram. Belə eləməyin. Bilmirsən, savadlılar var. Yaxınlaş bir dənə o səhvi düzəltsin. Sonra onu paylaş. Mən deyirəm, niyyətin gözəldir. Mən bilirəm, sənin niyyətin gözəldir. Amma da gör, neynirsən? Məzə vaxtlar mən bir danışıram, bir başqa xətiblərdə də yolu var. Danışıq dili yazı dili ilə fərqlidir, düzdürmü? Danışıq dili, bu adi bir şeydir. Məsələn, oturacaq deyilir, yazılanda necə yazılır? Oturacaq. Mən oturacaq deyirəm, götürüb yazana yazmada da oturacaq. Bu orfoqrafik səhvdir də. Qıraqdan baxan elə bilir ki, biz yazırıq bunu. Deyirlər, bu savadsız yazıdır. Bunlara diqqət edin, xahiş edirəm. Yeri bildim, düşdü deyirəm. Yazı dilindən danışıq dili fərqlidir. Ona görə mən lazım deyil ki, yazı dilində danışım. Mən yazı dilində danışım, siz yorularsınız. Düz deyil. Nöqtəni qoyun, vergülü qoyun, belə danışarlar. O danışığın qaydası var da. Ona görə xahiş edirəm, düzgün, dürüst paylaşımlar eləsinlər, kimlər ki paylaşım edir və başlıqlar yazanda, statuslar paylaşanda bilsinlər, dəqiqləşdirsinlər. Həm orfoqrafik səhvlər olmasın, həm də mətndən düzgün çıxarış eləsinlər. Bu öz yerində. Mən belə dedim, hədis budur ki, bunun şəfası yoxdur. Dərdsiz, dərmansız dərddir. İndi başqa hədis deyirəm sizə. Tahhiru qulubakum minəl həsəd. Əleyhissalam deyir. Qəlbinizi paklayın həsəddən. Bəs bir yağ deyirdi, yoxdur. Yaxşı. Başqa hədis. Leysəl həsəd min xulqil ətqiya. Həsəd təqvalı insanlardan uzaqlaşar. Onların belə bir xüsusiyyəti yoxdur. Bir adam təqvası olsa həsəd qaçar ondan. Bəs var bunun dərmanı yoxdur. Bizi çaşdırdın, qoydun axı, hə? Cavab verirəm. 3 dənə cavab verirəm. Bəziləri belə cavab verib ki, əlbəttə bu cavab, birinci cavab qəbul edilmir. Birinci cavab belə veriblər ki, dilə həsəd insan içində var, biri birini gözü götürmür. Mübarizə aparır özü ilə, plan cızmır onun üçün. Məsələn, birinin birindən gözü götürmür, ondan söhbət düşəndə istəyib bu da bir dənə əlavə etsin ki, düz deyirsən, o adam yaxşı adam deyil, amma sıxır özünü saxlayır. Həsəd praktik olaraq həyata keçmir, amma içində qalır. Ona görə hədisdə deyir, var bu mənadadır ki, həsədin şəfası yoxdur. Yəni, içində həmişə qalır insanın, amma belə əməli şəkildə bir iş görmür. Bu qəbul deyil. Var müalicəsi. Narahat olun. İkinci məna. Belə izah veriblər. Deyirlər ki, insan bəzi vaxtlar o vəziyyətə gəlib çatır ki, artıq müalicəsi yoxdur. O hədis ki, orada deyilib, şəfası yoxdur, axırıncı həddir. Gecikdirirsən, xəstəni gətirmirsən, həkimə vermirsən. Həkim deyir, vallah, bu da gecikmişsiniz, götürün aparın. Məsələn, xərçəng metastaz verib, da götürün aparın. Bütün vücudu bürüyüb. Qaldı Allaha ümid. Əgər bu xəstəlik o şəkildə bütün vücudu bürüyərsə, əleyhissalam buyurur, əl-həsud la şəfa ləh. Da bunun şəfası yoxdur. Hədisini deyim sizə. Hədis belədir. La tövbətə li hasidin. O insan ki, həsəd aparır, bunun tövbəsi yoxdur. Ləənnəhu musirrun aleyh, mu'taqidun bih. Çünki bu israrlıdır. İslah olmaq istəmir. Mətbu'un fih. Qəlbi mühürlənib bunun. Artıq həsəd bunun xüsusiyyətinə, xarakterinə çevrilib. Ona görə belə insanlar sağalmaz. Bu artıq xətər zəngidir. Müğayət ol ki, ora gəlib çıxmayasan. Ucal, bu çoxaldı. Məsələn, 50-60 yaş gəlir, hələ müalicəsinə başlamamısan. Bunun axırı odur. La şəfa ələh. Şəfası yoxdur. Amma üçüncü tərif. Bu, bax, qeyd elədim sizə üçün ki, bunu gözəl izah verə bilmişsən. Baxın, kim bu xəstəlikdən qurtula bilməz? Kim qurtula bilər? O insanlar qurtula bilməz ki, hər hansı bir məqamı, pulu, şöhrəti, istər mənəvi bir məqamı hədəf bilir. Hədəfi budur, pullu olum. Hədəfi budur, nüfuzlu olum. Hədəfi budur, şöhrətli olum. Hədəf budur, filan məqama çatım.
Nə vaxta qədər ki, vasitələri hədəf qoyacaq, hədəfimiz yalnız Allah olmayacaq, bu xəstəlikdən qurtula bilməyəcək. Xətərin dedim. Ona görə bizə nə deyirlər? Deyirlər, hədəf, bəşər, nə iş görürsən, gör, liqaullah olsun, Allah olsun. Allah olsun. Dərs oxumursan, Allah. İşləyirsən, nə bilim, hansı peşənin sahibisən, niyyətin Allah. Allah üçün deyirəm. Xütbə, Allah. Qulaq asıram, Allah. Hədəf qoydun, Allah, bunun müalicəsinin yolu var. Hədəfi qoymadın, Allah. Məsələn, qoydun bu ki, elmli, savadlı olum. Bu olsa, problem yaşayacaqsan. Necə? Elmli, savadlı olum. Görürsən, bir nəfər də elmli, savadlı oldu. İstərsəm içəridə həsəd yarancaq. Amma hədəf bu olsa ki, elm vasitəsilə gedim Allahıma qovuşum. Dərdim sərim odur. Fikrim budur ki, oxuyum, Allaha qovuşum. Xidmət edeyim, Allaha qovuşum. Müalicəsi var, narahat olun. Budursa düzələcək. Bu deyilsə, heç nə. Elə belə də getdi. Axıra qədər getdi. Bir sözlə hədəf insanın, bəşərin hədəfi Allaha qovuşmaq olmalıdır. Baxın, mən bir dənə misal çəkim sizə. Bütün məqamlar, şöhrət, pul, vəzifə, hər nə bilirsən bil. İstər mənəvi məqamlar hətta ya. Bir fanara bənzədin onu, fanardır. Hə? Əgər o fanarı tutmusan sən yola, qaranlıqda, yolu görəcəksən, gedəcəksən. Tutsan gözüvə, gözün adamı kör eləyəcək. Bir işığı belə tut, adam görsən nə olur, belə çəkirsən, gözün görmür. Ona bir hədisdə var. Əleyhissalam görün nə deyir. Buyurur, mən əbsərə biha bəssərəthu. Nə gözəl hədisdir. Kim dünya vasitəsi ilə baxsa, gözü açılar. Dünyanı vasitə eləyib Allaha baxsa, gözü açılar. Kim dünyaya baxsa, gözü kör olar. Deyə bildim hədisi? Dünyaya belə baxsan, gözü kör eləyəcək. Dünyanı vasitə qərar versin, Allahı hədəf qərar versin, xoş olsun sən halıva, inşallah ki, görəcəksən. Ona görə nə etməlidir insan? Qəlbinin gözünü açmalıdır. Baxmalıdır Allaha. Hədisdə ona görə var, ayədir daha doğrusu. Mən ittəqa qalbəhu, mən ittəqa qalbuhu, ləm yədhulhul həsəd. Bir insan əgər qəlbi təqvalı olsa, qəlbinə bir xof daxil olsa, həsəd oradan qaçar. Qəlbin təqvası üstünədir. Bir var əzaların təqvası, bir də var qəlbin təqvası. Gözünün təqvası var, misal. Gözün arama baxmır. Bəzilərinin gözünün təqvası var, amma dilinin təqvası yoxdur, dili söyüşdür. Fikir verdim. Ayağının təqvası var, haram məclisə getməz. Əlinin təqvası yoxdur, məzlumu vurdu. Uşağı vurdu, məsələn. Diqqət etsən. Qəlbin təqvası başqa bir şeydir. Qəlbin təqvası budur ki, qəlbin gözü açılır, insan Allaha görür. Mənən və qəlbən. Bu həddə gəlir, çatır. Allah Seyyid Əzimə rəhmət eləsin. Batin gözünün yox səni görməkdə qüsuru, zahir gözü görməz səni, əlbəttə nihansan. Zahir göz, bu göz görməz, nihandır Allah, gizlindir. Batinin gözü görmürsə, gözdədir qüsur. Onda deyil qüsur. Elə ki, insan onu ilə ünsiyyət qurdu, bax, onun əsas mövzuya toxunun. Vallah belədir. Elə ki, onunla ünsiyyət qurdun, gördün, qəlbin gözü açıldı, duydun, ondan ayrılmaq istəmirsən. Əleyhissalamın məşhur bir dənə cümləsi var. Deyir, cəhənnəmin əzabına dözərəm. Keyfə əsbir əla firaqik. Səndən ayrılığa dözə bilmərəm. Bilsən niyə deyir? Qovuşan adam ayrıla bilmir. Qovuşmayan neyinə gərək? Qovuşmayan neyinə gərək? O ki, insan Allaha qovuşdu, şəhadət məsələn, bu odur da, şəhadət. Şəhadətin bizə niyə bu qədər əzəməti var? Qovuşursan Allaha. Cabir ibn Abdullah Ənsarın atası şəhid oldu, ağlayırdı, çox ağlayırdı. Peyğəmbər axırdı Cabir ki, bir dənə cümlə deyim kifayətdir daha. Dedi, nə cümlədir? Dedi, Cabir, insan ki şəhid oldu, vasitəsiz Allahla danışır. Mələyin vasitəsilə yox.
Bir vallah mələyi desin, get bu sözümü çatdırıyor. Vasitəsiz Allah və bəşər həm söhbət olur. Cavabı, bəsdir sənə bu, çıx gedin. Narahat olma ondan. Onun vəziyyəti yaxşı, narahat özümüzdən olaq. Diqqət elədiniz. İnsan elə ki ona qovuşdu, onu tapdı, ayrılıq onda olur dərd. Fikir vermişsiniz, bəzi insanlar məsələn belə məcazi eşkilərdən danışaq. Özün biri birini sevib, bir neçə il, 3 il, 4 il, birdən ayrılıblar. Bir də gəlir ona məsləhət verir. O qardaş, sən belə yaraşdırmıram ha bu halı sənə, nə olub sənə? Belə olmaz, dağ kimi ol, möhkəm dayan. Buna da qəm çöküb, dərd çöküb, üzvə, gözvə. O da qaydır ona bir kəlmə. Deyir, heç vaxtını sevmirsən. Deyir, yox. Deyir, sən Allah onda nəsiyyətini bir düşünə məşğul. Sən birləşməmisən, vəsl olmamısan ki, ayrılıq nə olan şeydə onu biləsən. Ona görə sən rahat mənə tövsiyə, nəsiyyət, vəsiyyət edirsən. O ki, insan qovuşur, onda ayrılmaq qəlizləşir və çətinləşir. Elə ki, insan Allahı tapır, ayrılmaq istəmir. Mən bax, dostlardan görmüşəm, möminlərdən görmüşəm hətta. Möminlər belə deyirlər. Buyururlar, vallah deyir, görürəm ağlaya-ağlaya da deyir, heyf o əvvəl namaza gəldiyim gün. Deyirəm, niyə deyirsən belə? Deyir, vallah, necə ünsiyyətim var idi Allahla. Sübhə heç zəngi qurmurdum, gözüm açılırdı. Gedirdim səcdəyə, duanı elə eləyirdim ki, elə bilirdim 100% qəbuldur da, belə qalxırdım səcdən. Mənəviyyatım bir başqa cür idi. İndi ki, onu məndən alıblar, o ayrılıq, o məni yorur. Qovuşan bilir nədir ayrılıq. İnsan Allahla rabitə qurdu, rabitə qura bildi. Onda daha onu bunu da yormaz. Niyə məndən görüşmürsən? Niyə mənə yığmırsan? Niyə mənə oturmursan? Bütün işi gücü budur. Hələ ona yığır, niyə görüşmürsən? Qardaş, cəmaət bekar deyir ki, hələ bütün gün sən otursun, çay içsin, söhbət eləsin. Sən böyük dərdin budur, onunla rabitə qura bilməmsən. Gəd ondan bir rabitəvi düzət, cəmaatdan əl çək. Yorma bu qədər milləti. Ona ilə ünsiyyət qurdun, demirəm, cəmiyyətdən təcrid olursan, amma rahatlaşırsan. Və bu həsəddən qurtulursan. Və başqa faydası nədir? Bütün canından, qorxu deyilən, nə varsa çıxardır, atır bayra. Əshab-ı Kəhf eşitmişsən? Ayəsini deyim Kəhf surəsində. Çox maraqlıdır ayə. Deyir, elə ki, qalxlar izqamu, fəqalu, Rabbuna və Rabbus səmavat əl-vəl-ərdi. Qayıtlar dedilər, o günün insanlara, onlarla mübarizə edənlərə, bizim Rəbbimiz odur. Lən nəd'uvə min dunihi ilahən. Ondan başqa ilahımız, Allahımız yoxdur. Cavaba, Allah nə deyir? Deyir, Rabətnə alə qulubihim. Elə ki, bunlar belə elədilər, rabitəni qurduq qəlbləri ilə. Bir dəfə demişdim, başqa ayə. Bu dəfə başqa ayə edirəm sizə. Rabətnə alə qulubihim. Rabitəni qurduq qəlbləri ilə. Həldir hər şey. İndi təsəvvür elə. Gediblər mağaraya. Siz təsəvvür edin, adam mağarada. Heyvan var, yırtıcı heyvan var. Dünya bunları axtarır. Bunlar başını qoyub yatırlar. Adam bilsə ki, məsələn, düşmən sənə hücum çəkəcək, yata bilərsən. Elə bir sərhəddəsən, hə? Sərhəddə dayanmısan. Sənə deyirlər o gün ki, bax, ola bilsin bu tərəfdən, düşmən tərəfdən kəşfiyyat daxil olsun, öldürə də bilərlər. Adamı yuxu gələr. Hələ yuxu gözündən getdi ki, getdi. Belə bir dənə məqamda ki, bütün dünya bunları axtarır, indi dünya deyirəndə. Bu tərəfdən yırtıcı heyvanlar, bu kişilər başlarını qoyub yatıblar. Axtarın bizi, tapa bildiniz, taparsınız. Öz 309 ildən sonra oyanırlar. Nədir bu möcüzələrdəndir də? Niyə? Rabətna. Rabitəni qurduq. Rabitəni quran kimi qorxu gedir. Şücaət gəlir. İnsan aramdır, rahatdır, heç də narahatçılığı yoxdur. Ona görə insanın qəlbinin təqvasına ehtiyacı var. Həsəddən qurtulmaq üçün. Qəlbin təqvası nədir? Allaha bağlanmaq. Nişanəsi varmı, yoxsa yox? Hardan bilib ki, qəlbim mərkəzlənib ona? Qurandan 2 dənə ayə deyəcəm. Baxın, görün, sizdə varsa deməli artıq başlayıb rabitə. Və yaxud müəyyən qədər getmirsən qabağa. Quranda 2 dənə yerdə
Axtarmayın başqa yer, 2 dənə yerdə. Qəlbin təqvası haqqında ayə var. Hansı qəlb təqvalıdır? Biri Hucurat surəsindədir. Ayə nazil olur. Ya eyyuhellezine amenu la tarfa asfatakum fawqa sawtin nabi. Peyğəmbər yanında səsinizi qaldırmayın. Asla danışın, ehtiramını saxlayın. Elə ki səslərin sallar aşağı, ayəyə baxın. İnnellezine yaghuzzuna asvatahum. Onlar ki səslərini aşağı saldılar, peyğəmbərə ehtiram elədilər, Allahın vəlisinin hörmətini saxladılar. İnne Rasulullah ulaikellezine imtahanallah qulubahum littaqva. Bunların qəlbi təqvalıdır. Deməli, qəlbin təqvasının nişanəsi budur ki, səndən üstün bir insanın hörmətini saxlayasan. O kimdir? O da məhkum adamdır da. Belə deyənlər çoxdur, o da məhkum adamdır. Onun yanında niyə aslı danışmalım? Hər şeyi haram eləmişsə olmaz. Onun qəlbində problem var. Onunla işiniz olmazsınız. O ki, hörməti saxlaya bilmir əzəmətli insanların. Bax, bugün dünya sıxılır. Neçə milyonu insan ki, gedir İmam Hüseyni ziyarət edir, bəzən ürəyi partlayır. Bu nə olur be? Adi bir insandır da, böyütmüşsün onu. Hətta cərəyanlar ki, yaranıb, buna görə yaranıb. Görürlər ki, Allah dostunun bu qədər ehtiramı saxlayır. Nə qədər ki, Allah dostunun ehtiramı saxlanacaq, bəşər qurtuluşdadır və nicatdadır. Onların sevmişik deyənə bu günə gəlib çıxmışıq. Hörmətini saxlamışıq deyənə övliya Allahların, ona görə bu günə gəlib çıxmışıq. Dinimiz gedərdi bizim. Bacara bilmirlər. Lazım deyil getmək ziyarətə, məsələn, görsəndə Kərbala məsələn üstün deyil, həc belə. Lazım deyil o mövzular. Başa düşürsən məsələn. Baxın, ayənin biri budur. Allah dostunun hörmətini saxlamaq. Əgər bu varsa bizdə artıq nişanəsi var. İkinci ayə nə deyim sizə? İkinci ayədə baxın. Allah buyur, İnnəs-səfa vəl-mərvə. Səfa ilə mərvə min şəairillah. Allahın nişanələrindəndir. Ayəyə baxın. Və mən yuazzim şəairallah. Kim bu nişanələrin hörmətini saxlasa, fə innəha min təqvəl qulub. Bu qəlbin təqvasıdır. O nişanələrin hörmətini saxlasan. Allah dostunun ayaq deydiyi yerin hörmətini saxlayırsan, Allah deyir, qəlbimin təqvası var. Kimin ayağı deyib ora? Hacərin. Hacər gedirdi da Allahın orada getdi o yana bu yana gəldi ki, su axtarır da İsmail üçün. Onlarla bağlıdır da. Çünki Allah dostunu insan hörmətini saxlaya bildisə, xoş olsun o insan Allah. O qiymətlidir, dəyərlidir. Belə insanlar həqiqətən qiymətə malikdir. Deməli, qəlbin təqvasının xüsusiyyəti budur. Özündən üstün insanın hörmətini saxlayasan. Əgər biz bunu eləməsək, nə baş verəcək? Nə baş verəcək? Bu həsəd günbəgün artacaq. Dediyim kimi, o həddə gəlib çıxacaq ki, daha qurtula bilməyəcək. Daha buna şəfa yoxdur. Da bu getdi. Bəzi adamlar belədir, oradan getdi. Məsələn, mən keçən bir dənə hadisə oldu. Bir nəfər hər şeyi özünə dərd edirdi. Hələ bir dənə xırda şey böyüdür, dərdə çevirirdi. Dedim ona ki, qardaş, falan kəs, çox belə dərd eləmə, axırda bir xəstəliyə tutulacaqsan. Bir dəfə dedim, 2 dəfə dedim, 3 dəfə dedim. Axırda bir xəstəliyə tutuldu. O dərddən. Bir neçə gün keçəndə gəldim, gördüm, yenə də dərddə oturub. Dedim, nə oldu? Dedim, sən düz deyirdin, adam gələk dərd eləməyəydi. Dərd məni bu xəstəliyə gətirdi. Dedim, hələ sən yenə də başa düşməməsən ki, dərd çəkməməlisən, bu şeyi də dərd eləməməlisən özü. Da qutar da. Başa düşmüsənsə bu dərd, xırda şey böyüdəndə o böyük dərdlər gələr. Hələ yenə də dərd edirsən burada. Dedim, sən də neyəsə islah olmaq istəmirsən. Hələ tutduğu tutmusan. Bəzi vaxtlar insan belədir. O tutduğunu hələ tutur gedir. Ona görə yolu var. İslah ola bilərik. Qapı açıqdır. Qapı açıqdır. İnsan islah da ola bilərsə çalışmalıdır. Çalışmalıdır. Və Allah da kömək edir. İlk yolda nədən başlayır? Tövbədən başlayır. Asıl yekunlaşdırım. Tövbə eləyin. Tövbə. Allahdan bağışlanmadır. Yolu, rabitənin yolu tövbədir. Məkanı da yoxdur, ya xüsusi vaxt. Hələ haçan başlaya bildiniz, başlayın. Bəli. Allah kömək edəcək. Məsələn, mən hədis bir dənə oxudum. Əleyhissalam buyurur. Elə ki, dəstəmaza başladınız, kəlmə-i şəhadəti deyin. Davamında deyin, Allahümmə cealni minət-təvvabin. Allah məni tövbəkarlardan qərar ver. Və cealni minəl-mutatahhirin.
Məni pak insanlardan qərar ver. Əleyhissalam deyib, bir dənə bu cümləni deyin, şəhadətdən sonra dəstəmaz alallah, kənə mustahiqqən lil məğfirə. Dəstəmazı qutaran kimi bütün günahların silinər gedər. 2 dənə cümlədir. Nə qədər mərhəmətli Allahımız var. 2 dənə cümlə deyirsən, dəstəmazı alallah. Bax, dedim sizə, inşallah axırda kimsizsə deyərəm, yazsınlar, qoysunlar siz üçün. Dəstəmazı elə qutaran kimi, Allah deyir, paksan, paksizən, indi gəl namaz qıl. Rabitə oradan başlayır. Bugün bir dənə sözü deyim, bunu ilə də yekunlaşım. Artıq 30 dəqiqəm oldu, 3-4 dəqiqəm var amma. Baxın, həsəd aparan insan 2 dənə fikir var, onu dəyişməlidir. Yoxsa qurtulamayacaq. Müqəddiməsini deyim, gələn cüməsə davamını açaram. O nədir? Bir budur. Anlamalıdır bu insan ki, bu ki kimisə Allah ucaldıb, qaldırıb, yüksəldib, pak insanlardan söhbət gedir. Onu Allah ucaldıb. Bu nizamı Allah qurub. Bu təqdir ilahiyyət. Bu Allahın tədbiridir. Ya bunu qəbul edirsən, ya dinən qəbul eləmirəm. Qəbul eləmirsən, bir dərd. Qəbul eləmirsənsə, yox, nizam var, tədbir var, təqdir var. Qəbul eləyəndən sonra yenə razılaşa bilmirsənsə, mənası budur. Allah, bilirəm sən vermirsən, amma düz eləməmsən. Bunu niyə vermirsən? 2 dənədən biridir. Ya deyirsən ki, yox, sən verməmsən. Bu da düz söz deyil. Ya deyirsən ki, bilirəm, sən eləmirsən. Düz eləməmsən də, bu niyə ucaqdın, mən qaldım belə. Hansıdır? Hansıdır pisdir? Bax, bunu ilə mübarizə aparmalıyıq, bu düşüncə ilə. Əgər bu düşüncə ilə mübarizə apara bilsək, hədisin deyim, Əleyhissalam buyur, Əl-Həsud qəzbanun aləl-qədər. Belə bir insanlar, paxıl insanlar ilahi qədərə qarşı qəzəblidirlər. Əslində o Allahdan acığı gəlir, səndən çıxır. Qəzbanun aləl-qədər. Son hədisim. Qalallah əzzə və cəlli Musa ibn İmran. Musaya dedi Allah Teala, yəbnə İmran, ey İmran oğlu Musa, lə təhsudənnən nas ələ ma ənəhu min fəzli, ələ ma atahu min fəzli. Heç kəsə o insanlara ki, nəsə vermişəm, həsəd aparma. Əslində Musaya deməklə cəmiyyət edir. Və mən yeku kəzali, kim belə olsa, fələstu minhu və leysə minni. O mənə aid insan deyil, o mənim bəndəm deyil. Mən ondan uzağam, o məndən uzaqdır. Deməli, bugün bu qədər. Bu düşüncəni dəyişək, islahat aparaq. Bir dənə özümüzə tapaq. Bir, qəbul eləyirikmi ki, nizam var, təqdir var, tədbir var. Allah özü ucaldıb. Bəli, qəbul edirik. Onda niyə mübarizə aparırıq? Razılaşmırıq, Allah verib. Hansıdır? Bunu tapaq. Gələn cümə mən davam edərəm inşallah. Vəlhamdülillah Rabbil aləmin. Allahumma inna nəsəlukə və nəd'uk bismikəl əzizil əzəm, əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışam və qaldırmışıq. İlk əvvəl duamız budur, imam-ı zamanımızı salamat elə. Amin. İlahi, o ağanın zuhurun təcil elə. Amin. Bağışlamamış bizi bu namazgahdan çıxartma. Riyadan, ücübdən, təkəbbürlükdən bizləri uzaq elə. İmanla, təqva ilə yaşamağı bizlərə nəsib elə. Son anlarda kəlmə-i şəhadət etməyi bizlərə nəsib elə. Onlar ki, bizə xəbər göndəriblər, dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul elə. İndi ki, bizi canlı dinləyənlər var, Allah onlar da əllərini qaldırıblar, hacətləri var, onların hacətlərini rəva elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyi ilə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Allah, bu xidmətləri əlimizdən alma. Bu xütbələrdən bizləri məhrum eləmə. Onlar ki, keçən illər var idilər belə məclislərdə, amma indi rəhmətə geliblər. Allah, bu məclisin feyzindən onlara nəsib elə. Əhl-i beytündən, Qur'anından və Hüseynindən bizlərə ayrı salma. İlahi və Rəbb, qabaqda Rəcəb ayı gəlir, Şaban ayı gəlir, Ramazan ayı gəlir. O ayları yaşamağı bizlərə nəsib elə. Allah, vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə.
Millətin düşmənləri məhv nabud elə. Sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Bayrağımızı həmişə uca qərar ver. İşğal olunmuş torpaqlar və Qarabağımızı tezliklə azad elə. Peyğəmbər və əhl-i beytinə salvat zikirlər.